ekran vasitəsi qarşısında vaxt keçirməkləri tövsiyə olunmur. 2-5 yaş arasında uşaqlarda isə valideyn nəzarəti altında gündə 1 saat olmaq şərti ilə və bu zamanda faydalı bir belə deyək, kontentə baxmaları icazə verilir. Təbii ki, ən yaxşı halda nə qədər mümkündürsə uşağı ekrandan uzaq tutmaq o qədər yaxşıdır. Bəs nə edə bilərik? Övladımızın cəmiyyətdən normal inkişaf etməsi üçün valideynlərin onunla çox vaxt keçirməsi, o uşağın digər insanlarla ünsiyyətdə olması, fərqli oyunlar vasitəsilə yeni şeylər öyrənməsi lazımdır. Daha sonra musiqi dinləmək olsun, musiqi duyğusunun inkişafı üçün. Daha sonra ətrafda, həyətdə, bacada, uşaqlarla, həmyaşıdları ilə və yaxud da valideynlərlə oynaması onun fiziki aktivliyi üçün çox önəmlidir. Bütün bunları nəzərə aldıqda tövsiyə olunur ki, uşaqlar nə qədər mümkündürsə, o qədər də az ekranda vaxt keçirsinlər. Bugünlük demək istədiklərim bu qədər. Dinlədiyiniz üçün təşəkkür edirəm. Bu videonu həmin bu, belə deyək ki, vasitəyə əl atan valideynlərə də göndərib, onların da məlumatlanmasına səbəb ola bilərsiniz, əgər istərsəniz. Hələlik.